Sabah xeyir olsun değerli izleyicilerimiz. Tabii ki gündemde olan yeniden Kızıl'dı. Kızıl bugün seher saatlarında yeni bir maksimum rekord, yeni rekordu 3870'lere kalktı. Tabii ki biz 4000'leri nəzərdə tutmuşdu ama bir şey nəzər çatdırım ki, tabii ki yani 4000'den daha yukarı 4300'ler, 4500'ler hatta 5000'lerde gözlemeye değer. Yani bugün neler olacak? Yani koreksiyalar geldi deysə, yani koreksiyaların sual verirlər ki, koreksiyalar olacak mı, olmayacak mı? Nə vaxt aşağı inəcək sualına gəldi deysə, nəzər çatdırım ki, 4-cü gün səhər saatlarının artıq aşağı koreksiyalar gözlənir. Amma bugünün nəzər çatdırım ki, yəni bugünün həm güclü müqavimət xətti, həm də ki dönüş nöqtəsi 3870'lərdir. Bunu yaddan çıxartmayın. Keçək biz digər məsələlərə, yəni bugün satış əməliyyatları hansı nöqtədən gələcək? Yəni satış əməliyyatları nəzər çatdırım ki, yani günün ikinci yarısından sonra bugün 3870'lerden ola bilər ki 3875'lərdə birdən 5 dollara yuxarı qalsın. Amma koreksiyalar mövcuddur bugün. Yəni dünən bildiyiniz kimi Telegram signal kanalında bütün əməliyyatlarımız uğurla nəticələndi. Həm alış əməliyyatlarımız, həm satış əməliyyatları. Təbii ki sonunda alış əməliyyatlarımız 3821'dən 28'e qədər də bu mükəmməl bir nəticə verdi. Belə sonra da 23'dən 18'lere kadar satış əməliyyatları, bu da mükəmməl nəticə verdi. Eyni zamanda euro dolara, funt dolara alış əməliyyatları mükəmməl nəticə verdi. Gəlin keçə biz Bitcoin'e. Bitcoin yenidən başlayıb sürətlə yuxarı doğru istiqamətən davam etdirməyə və bu yenidən davam etdirəcək mi, etdirməyəcək mi sonuna yenidən gəldi də bugün qiymət deyək ki, hansı nöqtələrin dönüb 116 500'lərdən çox üzrəm 116'lara qədər, 116 500'lərə qədər qalxacaq, amma aşağıda deyək ki dönüş nöqtəsi olaraq 113 260'lara toxunub və yenidən yuxarı doğru istiqamətə davam edəcək. Bu da 116 500'lərə qədər, hətta 117'lərə qədər. Və neftə gəldiksə crude oil'dan söhbət açaq. Crude oil yenidən bir neçə gündür, deyək ki bundan 3-cü gündür artıq 3 dollara qədər dəyər itirib aşağı doğru istiqamətdə davam edir. Əsas paylar 67.50'dən, sellər isə 66-90'lardan gələcək. Bir məqamda nəzərə çatdırım ki, Türk lirəsi haqqında çoxdan da bundan söhbət açmırıq və Türk lirəsi dünən 29'u sürətlə aşağı doğru, yəni dollar endi, yəni Türk lirəsi sürətlə möhkəmləməyə doğru getdi. Amma bir çox platformalarda donub qalıb saxlayıblar, bilmirəm nə üçün, amma yaxşı olacaq. Keçə biz euro dolara, funt dolara. Bugün euro dolar necə? Euro dolar yenidən istiqamətdən, yuxarı doğru istiqamətdən davam edəcək. Yəni 1.17 550'dən sonra 1.17 750'lərə qədər və 1.18 100'lərə qədər 100'lərə kimi qalxması gözlənilir. Funtun dolar rəqabətinə gəldiksə 1.34 600'lərdən 1.34 800'lər və 1.35 150'lərə kimi qalxacağı gözlənilir bugün üçün. Təbii ki dolar Yaponiya, dolar Frankdakı bildiyiniz kimi həmişə kimi aşağı doğru istiqamətə davam edir. Nasdaq, S&P, Dow Jones, DAX bunlar necə? Bunlar biz demişdik koreksiyadan sonra yenidən yuxarı doğru istiqamətə davam edir. Təbii ki 5-ci gün səhərə qədər, yəni səhər saat 11'e qədər yuxarı doğru istiqamətə davam etdirməyə davam edəcək. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.